Salam əziz yoldaşlar, hər birinizi xoş gördük. Biz sizinlə 27 apreldə Dövlət İmtahan Mərkəzinin tərəfindən 9-cu siniflər keçirilmiş buraxılış imtahanın Azərbaycanda suallarına baxacağıq. İzahdan öncə sizdən bir xahişim var. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın, zəhmət olmasa. Keçək sualların izahına. Şəxs əvəzliklərinə aid düzgün fikirləri müəyyən edin. Şəxs əvəzlikləri cəmiyyətcə tək və cəm olurlar. Olur, bəli. Doğru fikirdir bu. Deməli, bu doğru fikirdir. Bir doğrudur. Bu əvəzliklərin bir qismi hallana bilmir, yanlış. Hamısı hallana bilir. Üçüncü şəxsi bildirən əvəzliklər insan, heyvan və cansız əşyalara aid olur. Bu da doğrudur. Birinci və ikinci şəxslər yalnız insana aid olur. Üçüncü şəxslər hər üçünə aid ola bilər. Doğrudur. Cümlənin yalnız mübtədası olur. Yanlışdır. Tamamlıq da ola bilər, xəbər də ola bilər, deməli təyin də ola bilər və s. Mən və biz əvəzlikləri yiyəlik halda digər əvəzliklərdən fərqli şəkildə qəbul edilir. Bəli, digərləri ın üstü 4 qəbul edir, amma mən və biz isə ım şəkilçisi qəbul edilir. İm yiyəlik hal şəkilçisi qəbul edir. Deməli, bu da doğrudur. Cavabımız olur 1, 3, 5, yəni E variantı. Növbəti sualımıza baxaq. Deməli, hansı cümlədə ilk söz yalnız kitab kimi düşünülə bilər? Deməli, sahib Elşən Tuqayı tədbirə dəvət etdilər. Deməli, sahib Elşən və Tuqayı tədbirə dəvət etdilər. Burada həmcins deməli üzv kimi də düşünə bilərik. Bir də sahib Elşən Tuqayı tədbirə dəvət etdilər. Burada sahibi xitab kimi də götürə bilərik. Akif, Vəli və Toğrul danışsınlar. Deməli, burada Akif, Vəli və Toğrul sözlərini həmcins üzv kimi də düşünmək olar. Bir də Akif, Vəli və Toğrul düşünsünlər kimi düşünüb Akifi xitab kimi götürə bilərik. Sabir, Orxan, Turac və Anarla danışılsın. Danışılsın. Kimi ilə? Sabirlə, Orxanla, Turacla və Anarla kimi də düşünə bilərik. Bir də Sabir, Orxan, Turac və Anarla danışılsın. Sabiri xitab kimi də düşünə bilərik. Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. Məsləhətləşsin. Kimi ilə? Aysu ilə, Nuray ilə, Zəhra ilə. Deməli, məsləhətləşsin. Bir də Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin kimi də düşünüb Aysunu xitab kimi düşünə bilərik. Lalə, Əhməd də Uğurda hesabat hazırlasınlar. Deməli, Lalə, Əhməd də Uğurda. Burada dadələr görürük ki, iştirak eləyib. Burada Laləni yalnız xitab kimi düşünə bilərik. Deməli, cavab olur A variantı. 29-da havanın təmizliyi sağlamlığın birinci şərtidir. Cümləsində mübtəda nə ilə ifadə olunub? Sağlamlığın birinci şərtidir. Xəbər. Nə? Havanın təmizliyi. Havanın təmizliyi də üçüncü növ təyini söz birləşməsidir. Yəni ismi birləşmə. Cavab olur B variantı. Düzəltmə sözlər sırasını müəyyən edin. Dumanlı, oxumaq, daraq. Dumanlı düzəltmədir, amma oxumaq isə sadədir. Ona görə A variantı çıxır. Kəsərli. Kəsərdən deməli kəsərli düzəltmədir. Arxayından arxayınlıq düzəltmədir. Qardaş isə sadə olduğu üçün B variantı çıxır. Sürdən sürmə, sürmədən sürməli düzəltmə, sədaqətdən sədaqətli düzəltmə, çəməndən isə sadə sözdür deyə C də çıxır. Sürməyi, sürmədən sürməyi düzəltmə, şabalıqdan şabalı düzəltmə, çəhrayı isə sadə olduğu üçün D də çıxır. Ölçüdən ölçü, ölçüdən ölçülü düzəltmə, qayğıdan qayğıkeş, qayğıkeşdən qayğıkeşli düzəltmə, bağdan deməli bağla, bağlan, bağlantı. Bu da düzəltmədir. Cavab olur E variantı. Köməkçi nüqsələrinə aid sözlərin işlənmə ardıcılığını müəyyən edin. Əlbəttə, əlbəttə modal söz. Deməli, birinci gəlir 1. Dünyanı qadınlar idarə edir. Lakin bağlayıcıdır. 2. Tarixçilər ancaq kişilərin adını çəkirlər. Ancaq isə ədatdır, məhdudlaşdırıcı ədat. 1, 2, 4. Cavab olur D variantı. Biri ismi birləşmədir. Qaça-qaça gələn bu feili birləşmədir. Yaxşı oxumadan feili birləşmədir. Ellər yaraşığı ismi birləşmədir. Əsas tərəfi isimlə ifadə olunur. Dərs oxuyanda feili birləşmə. Yarışda qalib gəlmə, bu da feili birləşmə. Ələyim sözündə bitişdirici samit işləndiyini nəzərə alınsa, hansı fikirlər doğru olacaq? Ələyim sözündə bitişdirici olsa, deməli burada mən ələyim, yəni bu feil imiş. Əldən ələ, y bitişdirici, im isə şəxs sonunda olacaq. Amma bitişdirici olmasa, ələyim sözündə bu olacaq ələk ismi. Əldən ələ, ələdən ələk, im olacaq mənsubiyyə şəkilçisi kimi. Deməli deyə bitişdirici samit işləndiyini nəzərə alsaq. Deməli bu feildir və əmr şəklində. 2 leksik şəkilçisi var, xeyr. 1 leksik şəkilçisi var. Orada bir dənə ə leksik şəkilçisidir. Bu yanlışdır.
Əvvəlində mənim əvəzliyini işlədə bilər? Xeyr. Mənim işlətsək, burada isim kimi düşünəcəyik. Mənim ələyim və olacaq ələk. Burada artıq bitişdirici olmayacaq. Y orada leksik şəkilçisi olacaq. 2 y-yə keçib. Deməli, bir də yanlışdır. Təsvirlənən feildir, əmr şəklindədir. Doğrudur. Birinci şəxsin təkindədir, bəli, mən ələyim. Doğrudur. Feili xəbərin ifadə vasitəsi ola bilər, bəli, təsvirlənən feil isə bu feili xəbər olacaq. Bu da doğrudur. Cavab olur 3, 4, 5, yəni C variantı. Növbəti sualımıza baxaq. Deməli, hansı cümlədə bütün sözlərin yazışı və tələffüzü fərqlidir? Bəzi qalası. Məsələn, elə birincidə fərqlənən yoxdur, A çıxdı. Qonaqlar, bax, qonaqlar fərqlənir. Qonaq q-x-ya keçir. Gələcək sözündə də k keçir x-x. Ilə cavab olur B variantı. Kəndə çatanda kəndə sözü fərqli tələffüz olunmur, getdi. Arazın sözü fərqli deyil, getdi. Süleymana, bu da fərqli deyil, bu da çıxır. Cavab oldu B variantı. İcbar növ feilləri müəyyən edin. İcbar növ necə yaranır? Dır, üstü 4 və t şəkilçisinin köməyi ilə yaranır. Vidalaşdır. Məlum növ vidalaşdı. Ümumiyyətlə burada dır, t yoxdur, çıxdı. Qanadlandır. Sən qanadlandır. Deməli, bu olur məlum növdə. Varlandır. Məlum, dərdləndi. Burada ümumiyyətlə dır, t yoxdur, getdi. Ütülət. Bəli, ütülət. Burada t şəkilçisi icbar növdədir. Mişarlat. İcbar növdədir. Möhürlət. İcbar növdədir. Cavab olur C variantı. Tumarlandı da yoxdur ümumiyyətlə. Gileyləndi də o dır, t yoxdur. Ona görə cavab oldu C variantı. 36-cı sual. Verilmiş cümlə ilə bağlı uyğunluğu müəyyən edin. Getmək istəmirdim, ancaq o israr edirdi. Doğrudur. Tərkib hissələri bağlayıcı ilə bağlamışdı. Bəli, ancaq sözü burada bağlayıcıdır. Bu doğrudur. Həmcins xəbərli sadə cümlədir, yanlışdır. Sadə cümlə deyil. İstəmirdim, getmək istəmirdim. Kim? Mən. Bu bir cümlə. İsrar edirdi. Kim? O. Bu da bir cümlə. Bu mürəkkəb cümlədir. İkini çıxırıq. Tərəflər arasında bərabərlilik vardır. Bu doğrudur. Tərkib hissələrin biri şəxsi cümlədir, yanlışdır. Hər ikisi müəyyən şəxsi cümlədir. Cavab olur 1, 4, yəni A variantı. Bu qədər. Mətn suallarında izahı kanalda paylaşılacaq. Sağ olun.